Bir insan necə olur ki, illərlə hər kəsi aldada bilir, güclülərlə yan-yana dayanır və heç nə olmamış kimi həyatına davam edir? Bu sualın cavabı təkcə cinayətdə deyil, eyni zamanda psixologiyadadır. Psixoloq olaraq Epstein fenomeninə baxdığımız zaman biz qaranlıq üçlük adlanan üç təhlükəli şəxsiyyət xüsusiyyətlərini bir arada toplandığını görürük. Makiavelizm. Epstein insanları insan kimi yox, bir vasitə kimi görürdü. O əlaqələr qurur, güclü adamları yanına çəkir, manipulyasiya edir və məqsədinə çatmaq üçün bütün etik sərhədləri aşırdı. Onun üçün doğru və yanlış yox idi, yalnız faydalı və faydasız var idi. Narsizm. Özünü xüsusi, toxunulmaz və digərlərindən üstün görürdü. Epstein mənə heç nə olmaz düşüncəsi ilə yaşayırdı. Güc, pul və status onun üçün sadəcə bir alət yox, eyni zamanda özünə heyranlığının bir sübutu idi. Psixopatiya isə ən qorxulu hissədir. Empati yox, vicdan hissi yox, məsuliyyət yox. Qarşısındakı insanın acısı, qorxusu, travması onun üçün emosional olaraq heç bir məna kəsb etmirdi. Bəs bu üç xüsusiyyət bir insanda birləşəndə nə baş verir? Zəkalı, səbirli, soyuqqanlı və son dərəcə təhlükəli bir profil yaranır. Və belə insanlar çox vaxt normal və hörmətli maskası ilə gəzə bilirlər. Epstein profili bizə bir şeyi açıq şəkildə göstərir. Ən təhlükəli insanlar hər zaman aqressiv deyil. Bəziləri sakit danışır, gülümsəyir və hamının güvəndiyi yerdə dayanır. Əsl təhlükə məhz buradadır.